Kızlar yadınıza salın bu kəsimi hamısını. Yadınıza salın bu texnikaları biz harda işlədirik çox vaxtı. Yuxarı qaldıranda saçda nə baş verir, qabağa çəkəndə nə baş verir. Deməli kontrolumuza uyğun kəsirik qızlar. Baxın. Görürsünüz hamısı kontrolündən çəkiləcək. Elə bir 90 ilə 45-i biz birləşdiririk. Düzdür? Amma arxa zonaya çəkib kəsirik. Çünki əvvəlki kontrolümüzdə elə kəsib. Düzdür? Gətirdik qabağa. Qabaqda bizdə yan çolku olacaq deyənə biz indidən bunun yan hissəsini düzəliş edirik. Baxın. Hamısını qabaq hissəyə doğru çəkdim. Fikir verdiniz? Gözəlim, bu da mayili yox da. Elədik. Bir tərəfi qısa olacaq, bir tərəfi uzun. Biz biraz da kreativ eləyirik. Deməli qızlar, saçı yan çolkamız alınsın deyənə biz onu deməli əks tərəfə çəkirik. Yüngüldə mayili formada kəsdik və çəkdik. Yəni onu çəkirik, kontrolümüzü görürük. Bax, fikir verin. Bəli, əks tərəfə çəkirik. Bax, gəldim, çıxdım. Bax, kontrolüm buradadır. Görürsünüz də qızlar hamınız. Fikir verdiniz. Biz bunu qabaqdan çəkirdik ki, orada qabaqda dəndən gəlmişsiniz. Amma burada fikir verirsiniz, ucu bura bilən işlədim, bura işləmirəm. Ona görə bizdə kreativ olacaq deyənə saç bir tərəf uzun, bir tərəf qısa. Baxın qızlar, çolkana uyğun görün neyəcəm. Yüngül vari xanıma abyom yaradacağım. Qabaq hissəsində ancaq. Fikir verin. Elinочка, пожалуйста, машинку тоже принеси, да. Biz filerovkamızda eləyəcək. Bu saça ehtiyac var filerovka. Əsasda arxa tərəfdə kəsim eləmişik. Hazır deyil. Uje xanıma yaraşır. Fikir verirsiniz kontrolümüzlə. Deməli 90'ı biz qaldırırıq. 90 bizim. Deyək ki, bu bizdə 180 yox, 175. 175'in kontrolüsü olur. Düzdür? Tam 180'da qaldım. Görürsünüz, yenə də onun üzü aşağı eləyirəm. Hamısı öz kontrolümüzün yanında. Fikir verin. Hanı bizim kontrolümüz? Bu bizim kontrolümüzdür. Görürsünüz, buranı da kəsmişik. Deməli biz bunu üzü aşağı eləyəcəyik. Düzdür? Üçüncü gətirdik biz. İndi bunun akantovkasını, hər şeyin eləyəndə, ukladkasını eləyib sizə tam göstərəcəm. İncəldirik. Bəli. Baba, bu artıqdır. Qalınlığı bunun artıqdır. Bu onun abyomunu öldürür. Bax, fikir ver də. Bax, bayaqki nə? Bayaq ukladkadan sonra necə idi, indi necədir? Ancaq uclarına işləyirik qızlar. Çox da olmaz filerovka eləmək. Bəli, tükləri körləməyək. Bəzən filerovkada saçı körlüyor. Bax. Qalınlığa bax. Kütlüyünə bax. Bax, sən görürsən də bu qalınlıqdır. Bunu götürürük biz. Bax, bu artıqdır da. Bunu görürsən qalındır. Nazikləşdi. Bu bizə bəsdir. Çox da eləmirik. Bax.
Yuxarı qalxmıram, dibə vurmuram qızlar. Fikir verin bu hissəni. Çəkirəm ön tərəfə birinci. Bunu isə əks tərəfə çəkirəm, baxın. Bunu biraz yuxarı kəsəndə, yadınıza düşür, qaldırdıq yuxarıda. Kəsdik. Axı qəşəng deyil, bax görürsünüz, itələyən tükülər var burada, hansı ki yuxarı itələyir. Biz bu tüküləri altdan götürürük. Həddimizi düzəldirik. Gərək hər şey akuratını alınsın. İncilərimizi yaratdıq. Yoxlayırıq bu tərəfdə, bu tərəfdə yox idi, bu tərəfdə var idi. İncilərimizi düzəltdik. Həm də səliqəli görsənir. İçləri təmizləyirik. Basma. Benden qalsın. Bax görürsünüz qızlar, əlimlə elə belə fiksasiyasını elədim. Əlimlə ona düzəlişini elədim. Bu da bizim nəticəmiz. Hanımın istədiyi bəndən və Понравилось? Довольно остались? Baxın dənliklərinə. Bu ukladkanı qızlar eləyəndə xanımın saçı sıranı düz saçdı. Razini tak, düz saç. O səhər tezdən duracaq, fenlə qurudacaq və yüngül var. İstəsə pautina və jile kimi bir şeyin uçlarını işləyib əlinlə bu cür işlədəcək. Baxın. Evet.